Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə həsr etdiyi milli xilaskar və milli qəhrəman şəhid general Polad Həşimovun xatirəsinə ithaf edilən Ulu Röya yolunda kitablarının təqdimatı keçirildi. Hər birinizə bu mənalı gündə bizimlə olduğunuz üçün səmimi təşəkkürümü bildirirəm. Bugün dəyərli gün kimi vurğulanması təsadüfi deyil. Biz dünya tarixinə qızıl hərflərlə yazılmış şanlı zəfərimizin 5-ci il dönümünü qeyd etdiyimiz, eyni zamanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin ehtiramla anıldığı bir dövrdəyik. Mərasim, ümummilli lider Heydər Əliyevin və vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı. Ruhların şad olsun. Yazıçı Gülər Coşqunsoy tədbir haqqında qonaqlara məlumat verdi. Çox qürur duyaraq bunu vurğulamaq istəyirəm ki, o dönəm hansı ki milli qəhrəmanlarımızı 2020-ci ilə qədər olan milli qəhrəmanlarımızı və xüsusən də şəhid general Polad Həşimovun həyatını və savaş yolunu, döyüş yolunu anladan Ulu Röya kitabım yazılmağa başlamışdı və bugün həmin kitabımın təqdimatıdır. Bir digər kitabım isə bizə zəfəri qazandıran Azərbaycanın inkişafı, çiçəklənməsi uğrunda əlindən gələni əsirgəməyən cənab prezidentimiz İlham Əliyevə həsr olunan milli xilaskar kitabımdır. Kitabları yazmaqda məqsədim az öncə söylədiyim kimi hər kəs tarixdə bir şəkildə iz qoyur və ya tarixi bir şəkildə formalaşdırır. Mənim də məqsədim həm bu zəfəri, bu zəfər tarixini, bu zəfər dastanını yazan qəhrəmanlarımızı, həmçinin də milli xilaskarımızı cənab İlham Əliyevi gələcək nəsillərə öz şeirimlə, öz qələmimlə, öz poemamla çatdırmaq idi. Tədbir Türk Dünyası Qadınlar Komitəsinin rəhbəri Dilbər Coşqunsoy, Milli Az saytının redaktoru Xəyal Abdullayev və Sabat Federasiyasının mətbuat katibi Fidan Orucun təşkilatçılığı ilə baş tutub. Sözün əsl mənasında qələmində hər zaman türkçülük, Azərbaycan, vətənpərvərlik öz əksini tapan bir xanımdır Gülər xanım. İllərdir Azərbaycanı Türkiyədə təmsil edən bir gəncimizdir. Nəhayət ki, biz onu bacardıq, Azərbaycana gətirdik, məhz bu kitab vasitəsilə. Məhz bu tarix Azərbaycan dövlətçiliyində liderlik, qətiyyət və xalq dövlət birliyinin təcəssümü kimi dəyərləndirilir. Eyni zamanda 2025-ci Azərbaycan xalqının şanlı zəfərinin 5-ci il dönümüdür. Bugün çox əlamətdar, özəllik gündür, bayrama qarışıb sözün əsl mənasında. Dəyərlim, mənim əzizim, dostum, yazar Gülər Coşqunsoyun bugün sənət işığına yığışmışıq. Gülərin qələmində hər zaman türkçülük, vətənpərvərlik öz əksini tapdığına görə onu daha çox sevir məncə. Onun hansı ki, dinləyiciləri, onun oxuyanları. Bu doğrudan da belədir. Gülər elə bir gəncdir ki, çox vətənpərvərliyi özündə daşıyan, illərdir Azərbaycandan kənarda Türkiyədə fəaliyyət göstərirdi. Gülər Coşqunsoy artıq nəhayət ki, Azərbaycana gəldi və buna çox şadıq ki, Azərbaycanda kitablarının təqdimatını etməyini biz, belə deyim, bacardıq. Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirildi. Kitab təqdimatında bizim həm təqdimat edən xanımımız bunu qeyd elədi. Bilirsiniz ki, ayın 24-ü bizim hörmətli prezidentimizin doğum günüdür və bu gün sizin bu kitabınız da bu doğum gününə mən deyərdim bir hədiyyədir. Allah cənab prezidenti sağlam ömür nəsil eləsin ki,
həmişə Azərbaycanın doğrudan böyüklüyünü, onun həmişə o uzalarla səsləndirir və həqiqətən bizim hər bir problemimiz doğrudan da həllini tapır. Çox sağ olun, diqqətiniz üçün, dəvətiniz üçün, mən dinlədiyiniz üçün sizə hər birinizə təşəkkür ederim. Çox sağ olun. Tədbirdə millət vəkili Ülviyə Həmzəyeva, sənətşünas Vasif Ayan, ATİB-in fəxri başqanı Cemal Yanğın, Türkiyə səfirliyinin rəsmisi Cihangir İşbilir, Vətən Müharibəsi Fondu rəhbəri Şəfa Mövsümov, Suraxanı rayon icra hakimiyyətinin rəsmisi Şaiq Səfərov, Qazi Baş Leytenant Rafiq Rəhimli, Sitmə Qida Yahudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xayimov və digər qonaqlar çıxışlar ediblər. Bilirsiniz ki, bayaq da qeyd olunduğu kimi Ulu Öndər Heydər Əliyev bu yolda bir növrə qoydu və bizim hörmətli prezidentimiz onu həyata keçirdi. Məhz elə Ulu Röya yolunda adlı kitab da məhz bundan bəhs eləyir. Mənim üçün çox xoşdur ki, bugün bizim gənclərimiz belə vətənpərvər, belə dövlətini sevər gənclərdir. Və son dövrdə yazılan kitabların hamısı mən deyərdim ki, vətənpərvərliyə aiddir, 44 günlük vətən müharibəsinə aiddir və bunlar həqiqətən də bizim gənclərimizin yüksək düşüncə tərzinin bir göstəricisidir. Mən buna görə də həm müəllifə, həm də ki, bugünkü tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirir, uğurlar arzu edirəm. Bugün Sayın Güler Coşkunsoy hanımefendinin kitaplarının takdimatı için Bakü Kitap Merkezi'nde bir araya geldik. Çok anlamlı bir zamanda, Zafer'in 5. yılında hem Cenab-ı Prezident İlham Aliyev ile ilgili hem de şehitlerimizle ilgili iki çok kıymetli kitabı bugün takdimatı yapıldı ve iki kıymetli kitabı aldık. 44 günlük vatan muharebesi sadece Azerbaycan için bir zafer olmadı. Tüm Türk dünyası için de büyük bir zafer oldu ve Türk dünyasına çok kıymetli bir hediye aslında takdim edildi hem Cenab-ı Prezident hem de şehitlerimiz tarafından. Bu sayede bugün Azerbaycan işgal altındaki topraklarını azat eyledi. Aynı zamanda tüm Türk dünyasının zihninde de bir aslında bağımsızlık kazanıldı. Bir devrim gibi adeta bu karşılandı. Bugün gördüğünüz gibi Türk Devletleri Teşkilatı bu zaferden aldığı ilhamla her geçen gün çok daha ileri bir adım atıyor ve Türk dünyası bir araya geliyor. Rəsmi hissədən sonra bədii hissə təqdim olundu. Kitablardan şeirlər səsləndirildi, Gülər Coşkunsoyun sözlərinə bəstələnən mahnı ifa olundu. Sən vətən qurtuluşu, sən vətən xilasısan, sən bu xalqın dilində oxunan duasısan, sən Türkün bozqurdusan, sən Türkün mövlasısan, sənin ilə gələcək artıq yeni Turanın, Ali Baş Komandanın, Heydəroğlu İlhamım. Sonda Gülər Coşkunsoy gələn qonaqlara təşəkkürünü bildirib, onlara imzalı kitablarını təqdim etdi. Xatirə fotoları çəkildi. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.